Ermənistanın inkişafı üçün də yeganə yol var. Öz qonşuları ilə normal münasibətlər qurmaq, ərazi iddialardan əl çəkmək, Dağlı Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlı Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlı Qarabağ münaqişəsi anlayışı yoxdur. Və mən bunu dəfələrlə demişəm və bir də demək istəyirəm ki, Dağlı Qarabağ münaqişəsi həll olunur. Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik. Öyle siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında.